Salam və rəsqəl olsun, dəyərli izləyicilər və traderlər, həmkarlar, iqtisadçılar. Bugün aprelin 14-də nələr baş verəcək beynəlxalq maliyyə birjasında biz o haqda söhbət açarıq. Yəni gəlin baxaq qızıl nə edir və eyni zamanda rolikin ardına YouTube kanalında rahat baxa bilərsiniz. Bəli, düz eşitdiniz, YouTube kanalında və real hesabları bu həftə ərzində artıq qeydiyyat olunur. Ofisə gəlin, üzbəüz söhbət edək. Və bir həftə pulsuz təlim, eyni zamanda real hesabları məndən sizə hədiyyə olsun. Belə mütləq ofisə gəlin və 070 985 0075 WhatsApp nömrəmizə yazın və biz sizi ofisə dəvət edək. Belə gəlin, keçən bu gün nələr baş verəcək beynəlxalq maliyyə birjasında. Yəni bildiyiniz kimi keçən həftə çox sürətli hərəkətlər oldu. Eyni zamanda qızılın bizim Magic platformamız və piramidanın yuxarı hissəsinə diqqətlə fikir verin. Həmin hissə 3246'ları göstərir və təbii ki qiymət həmin nöqtəyə çatdı və oradan korreksiyalara məruz qalır və bugün nələr olacaq haqda söhbət. Keçək biz funtun dolar rəqabətinə. Gündəlimi isə 1616 pipsi və 5-ci gün keçən cümə günü 1800 pip yuxarıda istiqamət davam etdirir və ümumi istiqamət hələ yuxarıdır. Hədəflər fokuslanıb təbii ki yenidən 1.32'yə. Ama iki varyant var. Bu 4 oldu. İki varyant var. İki varyantlardan biri 1.32'yə gedir və oradan sonra yenidən 33-35'lere kadar qalxması, hətta 45'lere kadar qalxması. İkinci varyant isə bu 4'də. İkinci varyant isə demək 4 saatı zaman intervalında yeni bir maksimuma, yəni trend xətti yaratmaq üçün, dərin bir trend xətti aşağı yaratmaq üçün 1.31500'ləri gözləmək lazımdır. Həmin nöqtədən yəni dönsə vəziyyət heç də bunun üçün yaxşı olmayacaq. Bugün bay əməliyyatları 1.31 300'lər xəbərləri izin gələn sabahdan xəbərlər olacaq və 1.30 150'lərdən aşağı formasında satış əməliyyatlarıdır. Keçək biz evro dolar rəqabəti gündəlik missiya 2066 pipsi və cümə günü 2800 pips yuxarı doğru istiqamət ondan çox yuxarı qalxdı. Və bay əməliyyatları 1.14 300'lər səli əməliyyatları 1.12 600'lərdir. Keçək biz qızıla. Qızıl gündəlimi isə 91 dollardır və cümə günü 75 dollar yuxarı doğru istiqamət davam etdirir. Eyni zamanda 3245'lər deyək ki maksimum oldu, amma bizdə piramidanın yuxarı hissəsi 3246'lar idi. Və eyni zamanda alış əməliyyatları təbii ki gələcək 3246'lardan, satışlar isə 3214 və 3213 olsa daha yaxşı olar. Belə neftə gəldi isə crude oil ilə söhbət gedir. Keçən həftə 4 dollar 47 sent yuxarı doğru istiqamət davam etdirir. Bugün gündəlik isə 2 dollar 30 sentdir. Və bay əməliyyatları crude oildə 64-60'lar, sel əməliyyatları 64'lərdədir. Amma future spotlara gəldi isə bay əməliyyatları 65-40'larda, sellər isə 64-60'lardadır. Müqavimət dəstək xətlərə diqqət edin və ikinci təsdiq şamını mütləq izləyin. Bitcoin isə alışlar 85.300'lər, satışlar 83.500'lər. Demək, Türk lirəsi hələ ki stabil gedir. Nasdaq S&P 900'a gəldi isə yuxarı doğru istiqamətdən start götürürlər. Alış əməliyyatı Nasdaqda 19.050'lər, satışlar 18.875'lər. Dow Jones'da isə S&P'də isə 5.439'lar alışlar, 5.379'lar ise satışlardır. Dow Jones'a gəlirsə 40.666'lar ise alışlar, satışlar ise 40.240'lardır. Dolar Yaponiya, dolar franka gəldi isə bunlar euro doların fut doları yuxarı qalxması nəticəsində bunlar da aşağı doğru istiqamətə davam etdirir. Amma USD Yaponiya indi bunlara heç də qulaq asmır. Yəni bundan biraz ehtiyatlı olmaq lazımdır. Belə əzizlərim, inşallah görüşmək ümidilə, sağ olun. Görüşmək ümidilə.